Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Hoş gördüm her birinizi yeni vlogumda. Bugün düşündüm ki çektiğim videolardan sizler için kısa bir vlog yığım. Çoxdandır sizler için vlog paylaşmıram. Desəz ki niye? Hanımlar, bu aralar başım yaman qarışıq idi. Şirniyyat pişirmeye, şirniyyat resepti paylaşmağa. Bu arada isteseniz mütləq açıklama qismində qeyd edəcəm. Milli şirniyyatlarımızı pişirdim. Sizlərlə də paylaşdım. Mütləq girin, izləyin. Həqiqətən çox dadlı, möhtəşəm alındı. Vaxtım olmadı ki, belə vloglar yığım, sizlərlə paylaşım. Həm də bu ay Ramazan ayıdır. Çox xanımlar mənə yazır ki, nə üçün təmizlik videosu paylaşmırsınız? Biz təmizlik videosu gözləyirik. Onlara cavab yazdım. Buradan da demək istəyirəm ki, xanımlar, Ramazan ayında oruç tutulur. Oruç tutulduğu zaman da həqiqətən həm təmizlik etmək, həm də çəkib onu paylaşmaq biraz çətin olur. Biraz yox, həqiqətən kifayət qədər çətin olur. Buna görə də düşündüm ki, belə sizlər üçün vlog yığacağam. Gec də olsa şirniyyat reseptləri paylaşacağım. Ancaq təmizlik videosunu inşallah Ramazan ayı bitəndən sonra paylaşaram. Bilirəm ki, siz də mənim kimi təmizlik videolarını çox bəyənirsiniz, çox sevirsiniz. Mütləq yenə paylaşım edəcəm. Burada yoldaşım 8 Martda aldığı ətirlərdir. Telefonum yaddaşındaydı. Çoxdan çəkmişdim. Dedim, niyə telefonumun yaddaşında qalsın? Çəkmişkən sizlərlə paylaşım. Sevdiyim ətirlərdir. Fendidir, Kirkədir, Black Opium'dur. Xanımlar, ən çox sevdiyim ətirlərdən bu aralar ən çox aldığım ətirlərdən Narkiz pudradır. Həqiqətən onu çox bəyənirəm. Onun ətri mənə keçmişi xatırladır. Keçmiş kosmetikaların ətri Narkiz pudranın ətri idi. Həqiqətən çox möhtəşəmdir. Xatirələrimi yada düşür deyərdim. Məsləhət də bilirəm. Yəqin ki, bilməyəniz yoxdur həmin ətri. Belə 8 Martdan olan kadrdır, sizlər üçün paylaşdım. Yoldaşıma da sağ ol deyirəm. Keçirəm bayram hazırlıqlarına. Burada ayın 17-sidir. Yoldaşım ət alıb gətirib. Xeyli ət almışdı. Qarşıdan bayram gəlir deyə. Mən də əti hazırlayıram. Bildiyiniz kimi ət gələn kimi öncədən doğrayıram. Tikələnəsini tikələyirəm. Çəkiləsini çəkirəm. Ümumiyyətlə belə olduğu zaman ət hazır olur. Əlimizin altında olur. İstədiyimiz zaman rahatlıqla çıxarıb buzluqdan istifadə edə bilirik. Qonağımız gəldiyi zaman çox rahat olur. Sizə də məsləhətim budur ki, ət gələn zaman çəkiləsini çəkin öncədən. Pinqimi salafanlarına yığıram. Belə əzişdirirəm əlimlə. Qoyuram elə yastı formada dondurucuya, daha sonra götürürəm. Tez bir zamanda açılır, yarım saat keçir, ətimiz tez açılır, rahatlıqla istifadə edə bilirik. Mən hər dəfə bu cür edirəm. Əti hazırlaya bir yandan da axşama iftara yemək hazırlayıram xanımlar. Yoldaşım burada sümüklü ətlər götürmüşdü. Sümüklərin içərisində iliklər də var idi. Bilirsiniz ki, bu insan orqanizminə çox xeyirlidir. Mütləq siz də sümüklü ətlərdən istifadə edin. Hətta mağazalarda satılan, yəni ət dükanlarında satılan sümüklər ucuz qiymətə satırlar mən bildiyim qədərilə. Onlardan alın, bişirin, yığın dondurucuya, yəni suyunu yığın dondurucuya. Suplarınızda bulyon kimi istifadə edin. Orqanizm üçün çox faydaları var. Faydalarından da əsası, birincisi odur ki, sümüyün tərkibində kollagen var. Kollagen təbii formada insan bədəninə daxil olduqda dərimizi yaşlanmağa qoymur. Mən də bu bilgini yeni kəşf etmişəm. Bacardığım qədər istifadə edirəm. Sizlərə də tövsiyə edirəm. Ümumiyyətlə, yaşı 30'u keçmiş hər bir xanıma sümük suyunu məsləhət bilirəm. Əks halda gedib 60-70 manat ucuzu kollagen götürəcəksiniz və istifadə edəcəksiniz. Ən yaxşısı bədənimizə xeyir olandır. Bu da ki, təbiisidir. Belə qoymuşam, əti qaynasın. İndi isə kotlet kartof hazırlayıram axşama iftara xanımlar. Ümumiyyətlə, kotletin yanına mütləq kartof hazırlayıram. Çünki oğlum oruç tutsa da belə ancaq yediyi yeməklər kartof, verməşil, mərci supu, belə yeməklər olur. Təəssüf ki, ət yeməyi yemir.
Akşam iftarımızı edirik. Burada sizlərə kələm turşusunu göstərirəm. Nə üçün göstərirəm? Özüm hazırlamışam. 3 gün ərzində gələn kələm turşusudur. Çox dadlı, ləzzətlidir. Mütləq vlog formasında, daha doğrusu salat formasında yığacağam. Qısa formada sizlərlə paylaşacağım resepti. Çox kələm turşusu reseptləri var kanalımda. Bu ən asanıdır. Səhəri gündür, artıq bayrama hazırlıq görürəm. Bacardığım qədər quru meyvələri evdə özüm hazırlayıram. Yəni belə qabıqlı alıram, özüm sındırıram. İstəyir içlik kimi olsun, istəyir sürfəyə qoymağa olsun. Belə hazırladığımız zaman tezə olur, qaxsamır, dadlı olur. Düzdür, əziyyətli işdir. Bacardığım qədər bayırda etməyə çalışıram. Çünki evdə etdiyimiz zaman evlə bir qabıq olur. Ona görə həyətdə sındırıram, təmizləyirəm. Daha sonra qoyuram 200 dərəcədə sobada. Üzəri qabığı çatlayana kimi qabığı çatlayır, təmizləyirəm. Çəkləsini çəkirəm. Belə çərəz kimi istifadə edəcəyimizi də saxlayıram xanımlar. Çəkləsini ümumiyyətlə çəkib içərisinə şəkər tozu əlavə etdiyimiz zaman 4-5 ay, 1 il saxlamaq olur. Yəni xarab olmur. Mən çox vaxtı öncədən hazırlayıb qoyuram içliyi. Daha sonra belə milli şirniyyatlarımızı bişirdiyimiz zaman qoğaldır, şəkər buradır, paxlavadır götürüb asanlıqla evdə hazır vəziyyətdə olur, istifadə edirəm. Bu arada bayaq qeyd etmişdim xanımlar, milli şirniyyatlarımızı hazırlamışam. Burada da sizə göstərirəm. Çox dadlı, möhtəşəm alındı. Özüm bişirmişəm deyə demirəm. Həqiqətən çox gözəl alındı. Mütləq linkini açıqlama qismində qeyd edəcəm. Girib linkdən yararlana bilərsiniz. Artıq növbəti gündür hazırlaşmışıq, gedirik uşaqlara Neftçilərdən Bakı Tikiş Evindən məktəb paltarı götürməyə. Desəz ki, il artıq bitir, neyinirsiniz məktəb paltarını? Hava isindiklə uşaqlara yeni nəzik paltarlar lazım olur. Əslində il başlayana nəzik paltar götürmüşdük. Sadəcə olaraq həmin saruşqaların artıq tikiş yerlərindən süzülüblər. Halbuki biz onları Bakı Tikiş Evindən götürmüşdük. Çox təəssüf ki, keyfiyyətsiz çıxıblar. Baştan hadi. Bu böyüktür. Böyüktür, ona göre boştur da canım. Hatta sopa sopa çöpü. Yok, hiç de onu. Gençsin genç. Niye gelmiyor? Sizə çevir baxım. Uşaqlara paltar götürdük. Burada oğlum şalvar giyindi, baxdı, uzun oldu. Onun balağını kəstirdik və bir neçə şey aldıq, gəldik və indi isə aldıqlarımı sizlər üçün göstərirəm. Deməli, belə bir oğluma kofta götürdüm. Üzü istiyə gedir, o açıq. Belə Qarabağın, Qarabağ klubunun rəmzi olan bir şey götürdüm. Nəzik partili nişanlar götürdüm. Nike'ın emblemli. Belə bir şey. Deməli, belə bir crop götürdük. Həm qızım üçün, həm də baldızın qızı üçün. Belə bir şey. Belə bir məktəbli yufqası götürdük. Var deyə məktəbli yufqası sadəcə olaraq hər tərəfi belə balanlı istəyirdi. Qızım ona görə belə götürdük. Materialı bir o qədər deyim yaxşıdır. Yalan demiş olaram. Amma belə görüntüsü yaxşıdır. Materialı da katan deyil sadəcə. Bakı Tikiş Evindən götürdük. Neftçilərdə yerləşən. Əylə yaxşı oldu. Belə. Belə bir Bakı Tikiş Evindən qol açıq sarışqa götürdük. Materialı yaxşıdır. Bunu deməli götürdük. 20 manata. Bunu isə elə bunu da 20 manata səhvləməsə verdi. Başqa nə var burada? Başqa. Oğlum üçün də belə məktəbli şalvarı götürdük. 25 manata. Bunda Bakı Tikiş Evində olmadı. Elə başqa mağazadan götürdük. Materialı yaxşıdır. Plastik götürdük. Aşağısı belə bu cür. Belə bir
Nə deyirlər, həmə dəstək deyirlər, nə deyirlər. Bundan götürdüm. Mətbəxdə mənə lazım olur. Neysə əzmiyə. Belə bir mətbəx tərəzisi götürdüm. Artıq mətbəx tərəzim çoxdan da istifadə edirdim. Demək olar xarab olmuşdu. Ucuz götürdüm bunu 10 manata. Çox təriflədi, bilmirəm. İşləməsi necə olacaq? İnşallah yaxşı olar. Qızlar, axşamdır. İndi isə geyinmişəm belə rahat formada, sportivni. Gedirik mağazaya bayram bazarlıq etməyə. Deməli, bugün ayın 14-üdür. Bilmirəm bu video nə vaxt paylaşacağam, bu vlogu nə vaxt paylaşacağam. İnşallah düzəldən kimi sizlərlə paylaşacağım. Saçımı düzəldim, yığım. Yüngül variyə belə bir tanlardan istifadə edəcəm. Bunu temdən götürmüşdüm. Mesela kalafasından atmaq istəyirəm. Baxın, 2 nömrədir belə. Bunu gündəlik istifadə edirəm. Yaxşıdır, bəyənirəm. Çox qapatıcı olmasa da belə ağardır. Yəni dərini tonunu bərabər edir. Buraları taxacağım. Çox sadədir. Adamın qulağını incitmir. Belə sırğadır. Qəşəngdir. Bu sportivinin altından Temudan 7 manat 40 qəpiyə aldığım ketaları geyinirəm. Heç mən deməsəm, siz bilərdinizmi ki, bunu mən 7 manat 40 qəpiyə götürmüşəm? Əlbəttə ki, yox. Və budur. Ayaqlarım hazırdır getməyə. Qalx gedək deyir mənə. Qalxaq gedək. Tam aşağıdadır. Bu basmatıdır, bu ahıt doğrudur. Bu çok qəşəng. Biz aldık. Bunsuz olmazdı. Gələndə çöldə pişik görmüşəm. O pişiyi verəcəm bana. Pişiyi tapmadım, itə qismət oldu. Nuş olsun Maysi. Sen de Maysi'sən? Pişik getdi biz çıxana kimi. Anne de şey gitti. Xaski qarışığıdır. Bazarlıqdan gəldik, çıxdıq evə. İndi isə keçirəm bazarlıqları yerləşdirməyə.
Bazarlığa yerləşdirdim. Ümumi bazarlığa 250 manat pul xərclədik. Halbuki tərəvəz, meyvə belə şeyləri götürməmişdik. Nəysə, Allah hər kəsin ruzi bərəkətini bol etsin. İnşallah hər kəsin süfrəsi dolu olsun. Həmin gündür yoldaşım dedi, ay ərzində ancaq sən hazırlamısan, iftar açmışıq. İndi isə mən səni aparım restorana, iftarımızı restoranda açaq. Elə oldu, gəldik Şivalan Saraya. Burada nəyi göstərmək istəyirəm? Xanımlar, bu göyərtini görün necə gözəl hazırlayıblar. Mütləq evdə bunu edəcəm. Mən ilk dəfədir görürəm belə. Çox bəyəndim bu fikri. Şivalan Sarayın bu arada adını dəyişib. Başqa Gürcü, nəsə Xingaldır, nədir belə bir şey ediblər. Dəqiq yadımda deyil adı. Əvvəl daha yaxşı idi məncə. Nəysə, iftarımızı açırıq. Allah tutulan oruçları, edilən duaları qəbul etsin. İnşallah hələlik deyirəm. Gələn videolarda, gələn vloglarda görüşərik. Hələlik. Ortasını götürün. Ha?